Əgər quzuların zəifdirsə, inkişaf etmirsə, yem yemirsə, xəstəlik baş verib, xəstəlikdən çıxa bilmirlərsə, bu vitamin çatışmamazlığının əsas hissəsidir və sizin göstərəcəyim əsasında kompleks şəkildə olan vitamin mütləqli şəkildə lazımdır. Bu qoruyucu kimidir, sağaldıcı funksiyanı yerinə yetirir. Sizə göstərəcəyim vitamin B kompleksi vitaminidir. Baxın. Bu vitamindir. Çox super şəkildə inkişaflarını sizin heyvanlarınızı sağladacaq və bunun içərisində nələr var? Birinci gəlin bunlara baxaq. Fokus şəklində göstərim. Bunun tərkibində B3-dən, B1-dən tutmuş düz axırıncı B9, B12-yə kimi bunun tərkibində var. İtaqda görsənmir. Var və buna %95%lik garanti veririk. Başqa B komplekslərindən üstünlüyü nədədir? Onu da deyim sizə. Tərkibində B3 var. B3 parçalanmanı daha çox sürətləndirir. Bu nədən ötürüdür? Verdiyimiz yemi, balanslı yemi tam həzmə aparır və probiotik sayəsində əgər yemimizin içərisində tam balanslı yem varsa, probiotik də varsa, bu yemdə daha çox həzmli yaradılır. Boy artımını sürətləndirir, iştahı artırır. Sonra B7. Biz güclü yem verdiyimizə görə, proteinlə bərabər karbohidratlı yem də verdiyimizə görə heyvanlarımızda ən çox dırnaq problemləri olur və dırnaq problemlərinin hamısını aradan qaldırmaq üçün içərisində B7 var. Sonradan isə tərkibində B9 var. B9 isə qanı artırır. Qanı artırılması bu B3 və B7-ni daha formal şəkildə, güclü şəkildə işləməsinə sağlayır və bunun sayəsində tək vitaminləri yox, bütün olan həzm prosesini tam nəzarətə alır B9 sayəsində. Çünki qan artımı baş verir və verdiyimiz vitaminlər tam aktiv şəkildə işləyir və bunun üçün də bunu əldə etmək üçünsə 05891 3535 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.